Propslar dedik nə üçündür bizdə? Güya props öyrəndik. Tamam, Python adına props öyrəndik. Nə üçündür? Nə ötürmək üçündür? Argument ötürmək üçündür. Prinsipi bizdə mən sizə başa salmışdım ki, Hikmət. Nəsi? Yaxşı da. Hə. Tamam. Birinci gedək proyektimizi yenidən quraq. Proyektimizi qurmaq üçün nə edirdik? Girirdik. Birinci nurlanı qəbul edirdik. Ondan sonra yeni tab açırdıq və s. və əlaxır. Girirdik, gəlirdik papkamızın yanına. Papkamızın yanına sədə salam. Müftəxor deyilsiz. Hansısız siz? Bu. Tamam. React deyə burada. Giririk bura. Ondan sonra nə edirik? Burada yazırıq ki, özümüz üçün. Oba, köhnə proyektimiz. Burada nəsə yaratmışıq. Gözəl qəşəng. Amma ki, bunun üstünə gedək. Burada heç nə yazmamışıq da zaten. Ayla bunun üstünə davam edək. Yaxşıdır. Neymişsən, görəsən də, səbirsiz də. Hə da, ha. Deməli. Yazdıq npm randev. Bunu kodladıq. Deyir ki, kodlayanmırsan. Çünki deyir ki, React-ın içindəsən. Dərsin içinə girməlisən. Yes. Bəli. Artıq kodladıq. Hara girirsiniz? Məndən niyə qaçırsınız? Söndürək də. Söndürək pəncərəni açaq. Tamam. Tez eləyin. Tez. Tamam. Proyektimizi açdıq. Proyektimizi yükləməyi zadı bilirik. Bir dənə neyinirsiniz? Gedirsiniz. npm create nə deyirsiniz? White athlete. White'ın athlete-sini yüklürsünüz. Athlete oradakı nədir? Ən axırıncı sürümüdür. Tamam, onu yükləyəndən sonra proyektin adını orada qeyd eləsəz, artıq adını qeyd eləməyə ehtiyac yoxdur. Ondan sonra bir dənə proyektin adını qeyd eləyirsiniz, nə proyekt olduğunu qeyd eləyirsiniz, çox qurtardı getdi. CD proyektin içinə girirsiniz, node modusu yüklüyorsunuz, npm install-dan, proyekti run eləyirsiniz, qurtardı getdi. İndi biz proyekti run eləmişdik. Bizdə bir dənə proyekt var idi hal-hazırda. Nə eləmişdik? İçində bir iki dənə şey yazmışdıq. Proyektə bir dənə vuraq girək. Tamam, belə bir şey yazmışdıq. Bir dənə bizdə yuxarı hissə var idi, main hissəsi var idi və footer hissəsi var idi. Bunları nəylərə ayırmışdıq biz? Nələrə ayırmışdıq? Komponentlərə ayırmışdıq, düzdürmü? C6 fayllarına. C6 fayllar nə deməkdir? Niyə C6 fayllar? Bəli, JavaScript və XML. Yəni ki, içində həm JavaScript, həm də HTML yaza bilirik. Çox qəşəng. İndi bizdə bu faylların arasında müəyyən bu faylar ayrı-ayrı. Başa düşdünüz? Bu faylar ayrı-ayrı yerlərdə yanıb. Yəni səndə olacaq artıq. Məsəl üçün biz nə yazdıq? Footer'dır, header'dır, main'dir. Tamam. Səndə elə olacaq ki, məsəl üçün header'dan main'ə hər hansısa bir məlumat gəlməli olacaq. Footer'dan footer zor niyə yazmışıq bunu adı? Footer'dan main'ə hər hansısa bir məlumat gəlməli olacaq və s. və ilaxırda. Yəni bunu necə təmin edəcəyik artıq? Bilən də nə vasitəsilə? Artıq propslar vasitəsilə bunu təmin edəcəyik. Başa düşdünüz? Yəni ki, bizdə tutaq ki, main divimizin içində, tamam, giririk buradan mainin içinə. Bu arada kontrol edib gedəndə Liboy yerə hamısına gedir. Şeydəki məsələdə Liboy linkə, VS Code'da Liboy linkə klik eləyəndə onun yerinə gedir. Funksiyaya klik eləyəndə funksiyanın yazıldığı yerə gedir və s. və ilaxır. Məsəl üçün səndə mainin içində belə bir şey var da. Bunun içində tutaq ki, bu buttonlardan biri və yaxud bu buttona basanda hər hansısa bir alt komponentdə dəyişiklik baş verir. Deyək. Tamam. Məsəl üçün məndə burada bir dənə komponentin içində yaradıram. Nə komponent? Mainin alt komponenti nə ola bilər? Card ola bilər, başqa nə ola bilər? Aside ola bilər və s. və ilaxırda. Tamam. Tutaq ki, deyirik ki, burada card C6 var. Burada hər hansısa bir cardım olacaq. Burada struktur hansı şəkildə olurdu? İndi mənə deyəcəklər RFC yaz. RFC nədir? Burada birinci bizim hər hansısa bir funksiyonumuz olur ki, card, onun da altında bir return'u olur. Return'u nə qaytarır bizə?
Hər hansısa bir, tamam, element, HTML elementi ki, o getsin, düşsün hara? Bu buradan gedir, düşür. Biz məsəl üçün bunu main içinə yazacağıq. Mainin içinə, main buradan gedir app'in içinə, app buradan gedir main JSX-in içinə, main JSX də buradan bunu root'dan render eləyir. Hara? Document get element bayağı idi root. Yəni ki, HTML-də bu root'un arasında. Buna görə React nə deyilir? SPA, Single Page Application. Yes. İndi gedirəm kardın içinə. Deyirəm ki, hə, burada bir dənə mənim divim var. Super. Sən burada dayanassan, burada bir dənə güya mənim kardım var. Biz şey yükləmişdik buna. Tailwind yükləmişdik. Tutaq ki, border'ım var. PGP var 3-dür, nə bilim. Həfisələ bəsin. Yaxşıdır. Buna deyirəm ki, bunun içində olacaq ki, salam millət, biz bu gün propsları öyrənirik. Okay. Tamam. Bu burada görünmür. Niyə? Niyə görünmür? Niyə görünmür bu qeys? Ay sonra çağırmamışıq qeys. Gedirəm mainin içindən, gəlib deyirəm ki, bu hara düşsün? Tutaq ki, düşsün bu get startdan altına bir yerə. Hə, export da eləməmişik. Düzdür. Bax, gözəlsiz. Əlasın. İndi buradan bunu gəlib deyirsən ki, nə? Export default card. Yəni bunu əllə yazıram ki, hal-hazırda bunları bu strukkturu görəsiniz. Tamam. Rıfçıya yazarsanız getməyəsiniz. Tənbəl şeysiz. Ömür boyu əllə yazmırsınız birdən ki. Heç birinci dəfə də yazmamısınız, əminəm də, yəni. Halal. Laləyə bir dənə alqış. Şö. İndi bunu buradan eksport elədiyimizə görə gəlirik bunu buradan nə edirik? Import eləyirəm. Deyirəm ki, hə, kart düşərsən bura. Naxada avtomatik olaraq gəlir. Keçən dəfə də əllə yuxarıdan da import eləməyi sizdən görmüşük. İşıq vururam artıq. Mən də tənbəl insanam, inşallah. Bunu da buradan çağırdıq. İndi baxıram. Hop. Nə qəşəng görürsünüz. Gəlir. Qəşəng gözə düşür. Bu flexin hansı propertisidir ki, bu belə eləyir? Zırt center. Nə? Stretch. Yadınızdan çıxır. Çıxırlar. Bu center nə olurdu? Bunu center verəndə gəlir buradan belə-belə düşür. Yəni öz ölçüsü qədər düşür. Stretch olanda dartılır. Yəni ki, yuxarıdakı elementin eninə uyğunlaşdırır özünü və uzunluğuna uyğunlaşdırır. Əgər yan-yana olanda, alt-alt olanda. Alt-alt olanda en. Əla. Heç olmaz. Bildin indi. Kartı yazdıq. İndi mən deyirəm ki, mən buradan get startı da basanda, mən bir dənə dəyişənim olacaq, tamam. O dəyişən, tutaq ki, rəng saxlayacaq özündə, başı üstü, rəng saxlayacaq özündə. Və gedib çıxacaq bura, bunun backgroundunu dəyişəcək, tutaq ki. Tamam, aydın oldu. Və yaxud, salam millət, biz bugün props öyrənirik və yaxud bunun içində rəngdən daha bəsit. Bunun içində öyrənirik gün 1 deyə bir şey olacaq, tamam. Gün 1 deyə bir şey olacaq və bu gün 1-i dəyişəcək. Aydın oldu. Məsəl üçün basanda artıq gün 2, basanda artıq gün 3, gün 4. Tamam, hə, count. İndi mən bunu yazmaq üçün nə edirəm? Mainimin içində deyirəm ki, yox, mən işə eləməmişəm. Tamam. Mainimin içində gəlib deyirəm ki, mənim bir dənə dəyişənim var, olsunmu? Let. Sən, bax, bu qəşəng məsələ deyil. İndi zaten bunun üstündən geçir. Burada lövhə var, lövhə yox. Zaten onlayn qaydalar da başa düşsün deyə şeyin üstündən çəkir. Bax, bizdə komponentlər var React-da. Bax, məsəl üçün, Paint açın bir dənə sizin üçün. Bu bizim app komponentimizdir, tamam. Bu onun altındakı main komponentidir, tamam. Bu bax bu header'dır, bu footer'dır, tamam. Bu da ki mainin altındakı kart komponentidir. Tamam. İndi bax bunu belə eləm. Bax bu app'dir. App'dən main'ə gəlir və app'dən Allah. Ay. Hə. App'dən main'ə gəlir. Seçməmişəm, əyri seçmişəm. Hə. Ben de deyirəm bu niyə bir ekran sonra. Düzdür.
Ana görürsən. Hə. Bu gedir buradan bura. App bu 3 dənədir da. Burada indi məndə nə var? Bu nədir? Main. Main. Tamam. Buradakı nədir? Buradakı da mənim kardımdır. Bunun da içində bir dənə şey var. Counter var. Belə də balaca bir bura şey qoyaq, kvadrat qoyaq ki, bax. Sənin içində bir dənə nə var? Counter var. Görürsünüz da, mən əlləşdirməyim. Yaxşı orada. Hə. Deməli millət, biz istəyirik ki, bu kardın içindəki counter'ın şeyini dəyişək. Counter'ı dəyişək. 1 2 3 4 5 daha. Biz bunu eləmək üçün harda ki button-a klik eləməliyik? Main-dəki. Düzdürmü? Main-dəki button-a klik eləyəndə dəyişəcək bu. Düzdürmü? Kardın içindəki counter. Tamam. Mən counter'ın letini, values şeyini burada təyin eləsəm, dəyişənini burada təyin eləsəm, onun main-in içindən nətər dəyişin? Hə, button main-də da bu buttondan de. Tövbə. De bundan dəyişirik da, tutaq ki bunlardan biri ilə. Hə, birinə minus qoyaram, birinə plus qoyaram. Başa düşdün? Özüm biləmən normalda kardın içində də olar. Mən özüm mərdimazarlıq eləyirəm. Props öyrəndik deyə, başa düşdün? Hə, belə olacaq. Nətər olacaq? Nə bilim. İndi gedirəm. Deyirəm ki, bu buttonun içində minus var, minus 1. Bunun içində plus 1 var. Tamam. Yəni ki, sən bir çıx, sən bir üstə gəl. Şöyle, tamam. Qabağına da həm sözdən yazaq, həm işarə ilə qoyaq ki, Həqiqi? Hə, tamam. Düzəldi. İndi bunu yazanda, mən bunları vuranda bura bir nə təyin eləməliyəm? On click event təyin eləməliyəm, düzdürmü? Gəlib deyəcəm ki, on click. Sən məndə handle counter ol. Tamam. On click. Sən də məndə handle counter ol. Yəni belə eləyərsiniz da, 2 dənə ayrı funksiya yazıb, biri toplasın, biri çıxsın yerinə. Bir funksiya yazıb nə göndərərsiniz? Deməli, bunu yazanda yazıram ki, gəlib bura function, function, handle counter-ı. Yaxşı. Bu handle counter-ın içinə indi nə? Ö yox. Bu handle counter-ın içinə nə gəlməlidir? Yes. X gəlməlidir. Argument. Argument hardan göndərirəm? Buradan. Düzdürmü? Onda bura nə qoymalıyam? Mötərizə qoymalıyam. Bura plus 1 deməliyəm. Minus 1 deməliyəm. Tutaq ki. Düzdürmü? İndi də tanıyır mən. 5 tanıyır məni. Let counter. Təyin edilən bura 0. Gəlib də buna deyirəm ki, bu ay Allah. Bu counterə basanda counterin üstünə plus bərabər eləyəcək nəyi? X-i. Ondan sonra da mən konsolluqda bu X-i göstərəcək. Hələ bir bu işləsin. Yaxşı. Ondan sonra Allah kərimdir. Hə. Allah, nə deyir? Hə. Baxıram. Basanda Allah. Biraz tez işlədi elə bir. Yüngül varı. Fikir verdiniz? Hə. Yəni bax mən buna basanda minus 1-ə düşməli idi. Amma ki ucu minus 1-dədir. Başa düşdünüz? Mən o plus 1-də qoymadım ki 0-a düşəcək deyəsiniz ki 0-dadır. Hə. Görürsünüz millət, bu işlədi. Çünki biz səhv yazmışıq. Səhvi biz siz harda eləmişik? Baxın, səhvi düz burada eləmişik. Kim idi o bura mötərizə qoyaq deyən? Nəsil? Hə. Adam şəriyər. Adamı tutdurar. Yox. Deməli, bu bizdə React-da. Bəli. Biz function təyin eləyəndə functionın bir dənə adını təyin eləməliyik. Biz bura mötərizəni qoyduğumuz anda functionum işləyir. Bu React-da bu mötərizələr nədir? JavaScript-in içi kimidir. HTML-də nəyə qoyurduq onu?
dırnaqların arasına qoyurduq. O bir şey kəsb eləmirdi bizdə. Bu mötərizələr React-da JavaScript-in içidir. JavaScript-də function-a mötərizə qoyanda nə edir? Kodlanır, işləyir, düzdürmü? Buna da mötərizə qoyan kimi, -1 qoyan kimi zırtadan kodlandı, işlədi, gəldi bura. Bunun üstünə -1 gəldi, çıxartdı ekrana -1. Heç basmamış. Aydın oldu? Hə. Ondan sonra sən bir də bas, görsən ki, heç nə olmur. Tamam. Çünki belə yazılmır. React-da bu yazılır. Amma bax, məsəl üçün sən desən ki, buna hər dəfə counter-ı çıxart sənə basanda. Baxın, bu belə işləyir. Gördünüz? Amma sən bunu artıq bir arqument göndərmək istəyirsənsə, buna birinci bir callback funksiyası təyin etməlisən. Bu nə deməkdir? Bunu içinə bir dənə callback funksiyası yazırsan ki, mənim on klikim işləyəndən sonra handle counter adında funksiya işləsin. Tamam. Artıq on klikim işləyəndə birbaşa olaraq handle counter işləmir içi mötərizəli. Tamam. Və burada getsin -1 arqument olaraq. Bu bilsiz nə deməkdir? Bu işləyəcək, mötərizə qoymuşam bura, bu işləyəcək. Amma ki, bu funksiyadan sonra işləyəcək. Bu funksiyadan sonra işləyəcək o deməkdir ki, nəyə basandan sonra? Düyməyə basandan sonra işləyəcək. Tutdunuz temanı? Məsələ nədir? Eyni şəkildə nə etməliyəm? Buna da düzdür. Nəsə var? Var. Düz işləyir? Düz işləyir. Hə? İndi Aşağı içərisinə ötürməyə qalıb. Sən indi bunu gedib ötürməsən kardın içinə və gəlib burada gün 1-in yerində çıxartmalısan. Düzdürmü? Bunu nə ilə ötürəcəyik biz? Right. Gəlib deyirəm ki, kart, propslar. Propslar. Önəmli mövzudur ha. Yəni uşaqlar, propsların üstündə çox işləyəcəyik. Biz buradan nələr ötürməyəcəyik sizdən. Yəni zibilin çıxardacaq təmiz. Kardın içindən ötürməliyəm mən nəyimi? Nə ötürməliyəm? Bir ağızla. Counteri, yes. Nə yazmalıyam bura counteri ötürmək üçün? Ay, o yaxşı görək. İnanmaram. Counter. İndi deyərsiniz ki, counter bərabərdir counter. Yaxşı, bu counter nədir, bu counter nədir? Mən də deyim ki, uşaqlar, bu counter bizim təyin elədiyimiz addır, bu counter isə ora gedəndir. Aydın oldu. Yəni nə mənada? Bu counter təyin elədiyimiz ad onu deyirəm ki, yəni buradan bu counter yollayanda buradan o adla tutacaq. Məsələn, mən deyirəm ki, mən buradan props gəlir. Bu millət bizdə arqument məntiqi kimdir? Funksiyanın arqument məntiqi kimidir? Yəni funksiyada necə eləyirdik? Bax, bir dənə funksiya yazılır bizdə. Burada bir funksiya yazılır. Buradan bir value göndərilir -1 adı ilə. Buradan ürəyimiz istəyən addan tuturuq onu. Düzdürmü? Və qəbul edib burada yazırıq. Tamam. Bu məntiq hamımız bilirik JavaScript-dən. Burada da eyni. Bax biz kartı çağıranda prinsipi nəyi çağırırıq? Bir function-ı çağırırıq, düzdürmü? O function'ın içinə hər hansısa bir arqument göndərmək üçün də biz propslarımızı istifadə edirik. Eyni arqument məntiqidir. Sadəcə müəyyən bir ad təyin edib göndəririk onu ki, counter olaraq gedəsən. Bura lap gəlib yazırsan ki, Lalə sən yazıram. Lalə 2-dən. Lalə. Tamam. Lalə gedəcək buradan. İçində counter. Yaxşı. Buradan gəlib deyirsən ki, mənə buradan props gələcək. Göndərdiyimiz arqumenti istədiyimiz addan tuta bilirikmi? Burada da eyni qaydada. Gəlib bura deyirsən ki, gəl mənə zəhmət olmasa propsu ver. Aydın oldu. Oba. Gəlib görəm ki, mənə obyekt gəlir, içində lalə və 0. Aydın oldu. İndi başa düşdünüz məsələ nədir? Bu qoyduğumuz addır buna. Bu isə counterdir. Tamam. İçindəki. Bir obyekt olaraq göndərir onu. Key və values olaraq. Tamam. Also, indi bunun yerinə bir dənə elə counter yazsam, normal. Gəlib görəm ki, mən counterim gəlir. Gözəl şəkildə baxın. Counter gəlir. Və gəlib deyərsən ki, və buradan millət bunu props kimi tutub, indi burada props'un counterini tutmaq üçün nə yazmalıyam? Props nöqtə gördünüz. Tamam. İndi gözlə. Hara tələsən?
Counter gəlir indi. Və millət, bunu belə eləmək məcburiyyətində deyilsiniz. Bax, bizdə destrukturlaşdırma deyə bir şey var. Propsun içində counter deyə bir şey varmı? Sən bunu buradan tutanda gəlib deyə bilərsən ki, mən də const counter deyə bir şey bərabər olacaq propsa. Tamam. Və burada gəlib ekranda counter çıxardarsan. Tamam, göstərəcəm. Bax, nədir bu? Gəldi counter. Görün neynədir? Mən dedim ki, mənə bir props gələcək. Baxın, bu destrukturlaşmadır. Propsun struktur şəklində bir obyekt qurdum bura və içində propsun içində olan dəyəri göndərdim. Ki, sən buna bərabər olasan. Bu prinsipi nə deməkdir? Yəni, propsun içində counter var, obyektin içində. Onu götür. Mənə mənimsət. Və o counter nəyi götürdü? Propsun içindəki counter'ın value'sunu. Və counter birbaşa olaraq nəyi çıxardır? Sıfırı. Artıq props.counter'a ehtiyac yoxdur. Və prinsipi biz bunu burada yaza biliriksə, bunu elə buradan da yaza bilərik. Gördünüz. Maraqlı temadır. Maraqlı temadır. O deyəcək ki, counter.counter. Fərqi nədir? Yəni, bayaq props gəlməmişdisə, yenə. Bildin? Counter, yenə counter.counter. Yəni, yazmaq istəsənsə belə şey buyur. Bildin? Və amma bunun içində gəndə deyirəm ki, yəni sənin içində artıq counter deyə bir şey gəlir və sən mənə onu götürəsən onun içindən. Və mütləq ki, bunu millət bilirsiniz da, yəqin ki, buradakı adına neyini verməliyik? Çünki destrukturlaşdırırıq biz artıq onu. Yəni props.counter və s. yazmamaq üçün. Bunu buradan yazdım, tamam. İndi gözəl şəkildə, indi baxıram. İndi bu yazdım, eyni zamanda indi bu counter'ı gəlib hara verməliyəm? Yox. Nə qoymalıyam birinci? JavaScript mütəxəssisi qoyuram. Nə deyirəm bura? 2-0. Gördünüz. Hələ bir görək də. Orada counter var. O kartın içində. O counter öbürsünün key'sidir yoxsa value-sudur? Counter key'li value. Qaqam, value bax budur. 0. Sən harasını başa düşmədin? Props ötürmək yerinə destrukturlaşdırmağı. Bax, belə deyim da, sən buradan burada counter bərabərdir, counter deyə bir şey ötürəndə sən nə gedir? Bir obyekt gedir. Obyektin içində nə key olur? Nə key olur? Counter key olur, düzdürmü? Mən gəlib buradan props'u tutub, ya nə bilim başqa adla, Rəşid adı ilə tutub, Rəşid.counter yazmaqdansa, mən bura deyirəm ki, mənə obyektin içində counter deyə bir şey gəlir, promoy onu tut. Tamam, destrukturlaşdır. Orada bunu ver. O deməkdir ki, mənə obyekt gələcək və içində counter adında key var. Sən o counter keyini götür. Burada. Rəşid olsa, gəlib buradan Rəşid yazasıyıq. Redis. Tamam. Gördünüz? Counter is not defined burada. Əlləşdir sizə mənə. Gördünüz? Keçmirəm. Kaprizləri var ya. Hə. Rəşid bərabər Rəşid yazar. Hə. Yo, props.Rəşid nə adı vermisənsə o. Counter value-sudur bunun. Hə. Çöndərəm ha counter-a. Tamam. Hə. Ha, gözləyin. Error yoxdur. İndi basıram. +1.
3 eləyim, 4 eləyim, mənfi də eləyim, 2 də eləyim, 1 də eləyim, 0 da eləyim. Dəyişir, niyə dəyişmir? Gül kimi dəyişir, bax. Bu dəyişmir. Tamam. Millət. Tapanmayasın. Deyilsən. Deyilsiz hələ. Gələcəkdə onsuz da siz tapmalı olasınız. Mən belə baxacam, deyəcəm, siz tapın. Tamam. Amma indi siz bunu bilmirsiniz. Çünki React-ın render məntiqini bilmirsiniz. Yəni ki, hal-hazırda biz HTML-də millət hər hansısa bir elementi dəyişəndə onun gedib ekranda dəyişməsi üçün nə istifadə edirdik? Refresh ilə nə edirdik əlimizlə? Nə? Inner HTML. Bildiyiniz teman nədir? Yazırdıq ki, məsələn bunu dəyişəndən sonra yazırdıq ki, bu button'ın inner HTML-i silinsin, təzədən bir dənə yazılsın. Düzdürmü? Çünki biz dəyişəni dəyişmişik. Düzdür. Yaxşı, indi burada bu inner HTML məsələsini necə eləyəcəyik? Hə. Bundan ötürü də burada inner HTML yoxdur. Burada ton yoxdur. Burada get element bayağıdı yoxdur. Tamam. Document get element bayağıdı ömrü boyu yazmayasınız. Hə. Inner HTML yazmayasınız. Amma bəs demiş, nə var burada? Burada useState var. Burada hooklar var. Öyrənib gəlmişsən sən. Hə. Burada useState var millət. Bu useState nədən istifadə olunur, nədir, nə deyil? Aydın oldu. Birinci olaraq bir dənə gedirəm main-də. Birinci sizə useState-i öyrədirəm, sonra bunun üstünə tətbiq edirik. Millət, burada adətən biz belə dəyişən təyin eləmirik. Yalnız bizdə render prosesində dəxlisi olmayan şeyləri belə dəyişən təyin edirik. Məsəl üçün, nə kim olsun? Məsəl üçün, sabit bir datan qalacaq, sabit bir obyektin, sabit bir array-in qalacaq. O array-i məsəl üçün təyin edirik. Belə dəyişən kimi. Const array bərabərdir, amma sabit qalacaq. Amma mən istəyirəm ki, məndə hər hansısa bir dəyişiklik olanda o baş versin neydə? Bizim dokumentimizdə biz onu state ilə təyin edirik. Artıq burada millət dəyişənləri state ilə təyin eləyəsiniz. State nədir? Deməli, bizdə belə bir yazırsınız ki, məsəl üçün, belə bir state olur. Baxın, state, array-in içində. Çünki bunun bir state-i olur, bir də bu state-in dəyişən value-su olur. Yəni, bunu dəyişmək üçün bir şey olur. Aydın oldu. State və set state. Tamam. Və bunu gedib gəlib deyirsiniz ki, const, aydın oldu. Const state və set state. Aydın oldu. Və buna gəlib deyirsiniz ki, bərabərdir. Use state deyən kimi buradan bir dənə importum gedir. Tamam. Bunu diqqət edin. Hardasa use state yazanda import olunmasa, sizə birbaşa olaraq error verəcək React-da. Gəlin praktik. Dayan da. Gəlib keçsən, qardaş. Qaçırır dərsim arağı. Nə deyir? Use state is not defined. Çünki belə bir şey import olunmur. Import eləyirik sonra. Tamam. İndi bu state-in məndə nə üçündür? Nə üçündür? Nəydən ötürüdür? Soruşasınız. Dediyim kimi, baxın, millət. Bu state-in nədir? Dəyəridir. Bu state-in nədir? Value-sudur. Biz bu isə, baxın, state-in bir dənə üstünə gələndə görüm deyir. Baxın, nə deyir? Use state, bir dənə bunun mörtəzəsini qoyanda çıxır bunu. Aha. Use state returns a stateful value and the function to update it. Nə deyir? Deyir, bir dənə value göndərir və bir dənə function göndərir bu value-nu update eləmək üçün. Value-muz nədir? Function-mız nədir? Set state. Biz buna bir dənə initial value veririk. Birinci. Tamam. Biz deyirik, initial value-muz nədir? Counter-də. 0 olasan. Tamam. Birinci gəlin bunu. Nə? Yaxşı olsun. Tamam. Bir. Sən indi gəlib burada deyirsən ki, indi bu state mən necə artıracam? Bax, artıq counterim, manterim gedir.
Tamam. Bunları hələ yazmıram. İçindən heç nə göndərmə. Bir dənə sən handle count-un içində -1, -1 göndərəsən hələlik. Hələlik gəlib deyirəm ki, altda birbaşa olaraq, indi mənim state'imdə, state'imi vermişəm 1. Tamam. İndi bunları götürürəm, silirəm. Bunu da silirəm. Artıq belə təyin eləmirik. Nə ilə təyin edirik? State-lə. İndi mən bu state'im hal-hazırda nədir? 1. Bu state'i nə etməliyəm? Artırmalıyam. Nə ilə artırmalıyam? Hansı funksiya ilə artırmalıyam? Baxın, mən bunu deyirəm ki, state plus eləməliyəm mən bunu. Və yaxud plus bərabərdir 1 eləməliyəm. Ondan sonra gəlin konsoloqa nə deyirəm? Bax, dedim. Assignment to constant variable. Tamam. Deyir, nə, bunu let eləsək düzəlir? Yox. Tamam. Baxın, ürəyini istəyir let eləyim daha can. Tamam. Bu yenə də səndə gəl ekranda bunu klik elə. Bu düzgün bir qayda deyil. Tamam. Gəl bunu ekranda çıxaraq. Nə deyək? State. İşləməyin olmalı. Tamam. State gəl ver ekran. Baxın 1. Nədir? İşləyir? Dəyişir? Dəyişmir. Gördünüz? Hə. Çünki mən dedim ki, bu dəyişəndir. Bunu dəyişmək üçün nədən istifadə olunur? Deməli, nə ilə dəyişməliyik bunu? Set state ilə. Bunu da silirsən. Deyirsən ki, set state. Tamam. Set state-ə gəlib deyirsən ki, state nə? Plus nə? X. Millət, plus bərabərdir X demirsən, ha? Tamam. Bax, bu state bilsiz nə edir? Baxın, set state bilsiz nə edir? Hər dəfə buna set state verəndə, bu state'in içini silir, təzədən yaradır. Yəni, state sıfırlayır, bildiyimizin nə üçün. State'i bomboş edir, ondan sonra state'in içinə təzə bir value verir. State'in içinə verdiyi təzə bir value nədir? State plus x, yəni state'in əvvəlki dəyəri plus bizə nə gəlibsə. Aydın oldu, hər dəfə belə işləyir. Sən buna plus bərabərdir x eləsən, bu bunu təyin eləmək olacaq. Plus bərabərdir. Yəni ki, üstünə gəl, state'i ona bərabər elə. Prinsipi bayaq elədiyimiz kimi. Tamam. Bu məntiqlə işləmir. Bu işləyir state plusla. Çünki niyə? Biz buradan bunu dəyişmək üçün bundan istifadə edirik. Və dəyişəndə state plus x deyirik ki, state'in köhnə dəyəri plus mənə gəlirsə o. Ondan sonra konsoloqa nə verəcəm görmək üçün? Yox, set dəyişmək üçündür. Dəyəri saxlayan nədir? State, yes. Hə. Yox, sizə göstərmək üçün dəyişdim. İndi baxasınız, bir dənə hələ konsoloqa baxmayın, konsoloq başımız qarşıdır. Tamam. Hə. Yəni, yox, sualı verməm. Millət, fikir verdinizsə, biz burada inner HTML deyə bir şey istifadə eləmədik. Necə eləyir bu bunu? Yəni, bu siz əslində belə məhdəl qalmalısınız ki, yəni biz o boyda vanilla JS yazmışıq, elədiyimiz şey ancaq şeydir, inner HTML bərabərdir, boşluq, inner HTML plus bərabərdir, bu qədər şey. Yəni, İndi deyim nətər edək. Millət, biz də, yəni bunun elədiyi şey hal-hazırda, siz fikir verirsinizsə, birbaşa olaraq bunun dəyərini yeniləyir. Bunu yeniləmək üçün bizdə HTML yenilənir da. Amma mən buna belə bir şey yazmamışım. Bu necə eləyir? Tamam. Bizdə component rendering deyə bir şey var React-da. Və bizdə, mən keçən dəfə demişdim ki, sizə virtual DOM-dan DOM-un fərqini bu da izah eləyəcəm. Bizim vanilla JS-imiz işləyirdi statik DOM-muzla. DOM nədir? DOM-un açılışını, tərcibi. Yes, document object model. VDOM nədir? Virtual document object model. VDOM-dan DOM-un fərqi nədir? Tamam. VDOM-dan DOM-un fərqi odur ki, document object model səndə nə isə yenidən yaratdıqda onu birbaşa olaraq dəyişəndə fikir verdiniz, nəsə dəyişən kimi onu birbaşa olaraq silirdi, yenidən yaradırdı. Tamam. Yıxırdı, surdurdu. Gördünüz də burada refresh gedirdi yuxarıda.
Ondan sonra təzədən gəlir. Siz fikir versəz ki, burada hər hansısa bir dəyişiklik eləyəndə, mən gəlirəm burada, tutaq ki, kardımı açıram buradan, heç buna zırt da olmur. Tamam? Köhnə vəziyyət kimi qalır orada. Normalda amma vanillada nə olurdu? Buradan refresh edirdi, fıştam silinib gedirdi. Düzdürmü? İndi buna hələ dəymirəm. Tamam. Görürsünüz millət? Bunun səbəbi virtual DOM-dur. DOM-la virtual DOM-un fərqi odur ki, DOM silirdi, təzədən yaradırdı. Virtual DOM isə odur ki, baxın, məndə bu ekranın virtual DOM bir dənə nüsxəsini çıxardır, qoyur qırağa. Bax bu ekranı. Ondan sonra mən hər hansısa bir dəyişiklik eləyəndə artır nəyə counter +1 oldu. Gəlir bu köhnə çıxardıb qırağa şablon qoymuş deyib, backup almış deyib bir dənə. Onların ikisini qarşılaşdırır belə. Baxır görür ki, nə dəyişiklik var? Nə dəyişiklik var? Counter 1 artıbdır. 0 idi 1 olur. Gəlir bir dənə bu hissəni dəyişir o boyda dokumentin içindən. Başqa heç nəyə əl vurmur. Bildiniz? Başqa heç nəyə əl vurmur. Sadəcə dəyişən hissəni götürür, qoyur onun yerinə. Çünki köhnə DOM var əlində. Qarşılaşdırır, deyir qardaş, mənim bir dənə bu da əlimdə. Niyə mən bunu silim yenidən yaradım? Bir dənə onu dəyişir. Ona görə konsol log da yerində qalır. Digər elementlər də yerində qalır. Refresh əməliyyatı getmir. Aydın oldu. Görürsüz? Ona görə virtual DOM. Bir dənə. Buradan yazsam ki, DOM vısı. Virtual DOM. Özünüz temaları görəsiniz. Qəşəng izahı var bunun. Bax, mən dediyimlə. Bax. Bu real DOM başı çatmır. Yox da, bax nəsə dəyişiklik eləyiblər. Bax göyü qırmızı eləyiblər. Bu tutub burada şeyi təzədən çəkir. Tamam. Qırmızını başdan ayağa təzədən çəkir. Aydın oldu. Amma virtual DOM ağıllı adamdır. Tamam. Onu qırmızı eləyirlər. O göyü əlində saxlayır. Bir dənə baxır ki, dəyişən qırmızıdır. Bir dənə qırmızını düzəldir, gətirir taxır yerinə. Bildiniz? Yəni ki, fərq budur. Bir dənə orasını dəyişir. İzah eləmir. Virtual DOM ona görə bizim normal DOM-umuzdan daha sürətli işləyir. Və mənim state'im burada nə işə yarayır desəz, millət, mənim state'im komponentimin yenidən render olmasını qızıqlandırır. Məndə burada komponentimdə hər hansısa bir state dəyişəndə avtomatik olaraq məndə virtual DOM işə düşür. Baxır ki, dəyişiklik varmı, yoxmu? Komponent yenidən oxunur. Ona görə mən burada statik olaraq dəyişən təyin eləmədim. Ona görə mən burada yazdım nə ilə bunu? Use state-lə. Başa düşdünüz niyə yazdım? Gedəcəm. Və bu state buradan dəyişəndə, set state-lə bu state-i dəyişəndə bu main komponenti var ya, bu yenidən çağırılır. Bunun sizə şey kimi, sübutu kimi bilsiniz nə göstərə bilərəm. Rəşid, səbirli olun. Yazılır da. İndi baxın, hər dəfə bunu mən dəyişim. Fikir verin, Rəşid səbirli ol, yenidən gəlir bura. Counter, bayaq mən logu ona görə, counter dəyişir. Və counter millət həmişə logda bir arxadan gələcək, state-də. Aydın oldu. Ona fikir verməyin. O rendering prosesi ilə bağlıdır. Tamam. Birinci rendering prosesi baş verir. State dəyişir, ondan sonra value ekrana vurulur, state dəyişir deyə. Ona görə burada biraz asenkronluq olur. Buna fikir verməyin. Ona görə bayaq logo bağladım, elə göstərdim ki, başınız qarışmasın. Fikir verin, hər dəfə məndə state dəyişəndə, baxın burada konsolluqda səbirli ol var. Neynir? Bu da işləyir. Niyə? Bu komponenti yenidən render edir. Çünki virtual DOM işlədir. Mən ona görə hər hansısa bir value təyin eləyəndə, istəyəndə ki, bu ekranda dəyişsin, bunu nə ilə təyin edirəm? State ilə təyin edirəm. Yazıram state, set state, use state. Və millət, bu ancaq state yazmaq məcburiyyətində deyilsiniz bura. Mən indi hal-hazırda bunun adı nədir? Təyin eləyərəm counter, set counter. Bu set counter yazmaqda məcburiyyətində deyilsiniz ha. Dəyiş counter'ı, dəyiş qadanalım. Counteri
Zəhmət olmasa, tamam. Eləyə bilərsiniz. Yaxşı. Yəni başa düşəsiz deyə yazıram ha. Ondan sonra da gəlib burada deyə bilərsiniz ki, dəyiş qadan alın da. Ha? Amma yəni millət bir yerdə counter yazanda bir yerdə də set counter yazın ki, onun hardasa dəyişəndə bilin ki, bu counter dəyişəndir. Tamam, dəyiş qadan alım hamısını dəyişə bilər. Amma bilin ki, bu set counterındır. Ona görə bu qlobal ad olaraq belə təyin olunur. İndi mən burada nə deyərəm? Deyin artıq. Set counter, yes. Nə? Plus nə? X, yes. İndi hal-hazırda bura artıq bunu burada çıxartmıram. Gəlib deyirəm ki, buradan koordinatına counter gedəcək. Adı nədir? Counter. Bunu göndərməliyəm, düzdürmü? Tamam. Haycan. Hı? Hə. Hə. Hədə bu. Arqument. Counter kimi ötürdün buradan. Gəldin counter kimi tutdun. Nəyi verdin? Verdin state'i bura. Gəl bir dənə baxsan. Görsünüz? Dəyişirmi? Dəyişirmi? Dəyişir. Tamam. Artıq buna counter'ım hal-hazırda göstərmir. Bəli. Çünki bunun içindəki konsolda yazmışam bu counter artıq. Tamam. O biz konsolda deyil. Bu komponentim bu ondan sürətli işləyir. Burada dəyişir deyə. Ondan sonra bunu çağırır, sonra konsolda çağırır. Deyə hal-hazırda eyni işləyir. Bayaq o biz sürətli işləyir. Qəşəng. Yox, hara keçsin? Nə? Hə, üstündən gedək. Elə bildim desəyə və gedək. Deyirəm, hara getdik? Yox, çox qalmamışıq. Bax, birinci olaraq, bax, hamısını izah edirəm. Birinci olaraq, məndə kardın içində counter var. Belə bir şey var. Əgər bunun içində bu dəyər gələcəksə, bu da çöldən dəyişəcəksə, mən bunu harada təyin eləməliyəm? Çöldə. Ana komponentdə. Ana komponentdə bu təyin olunur. Ana komponentdə təyin olunduqdan sonra bunu bir dənə dəyişmək üçün state təyin edirəm. Çünki render prosesi də getməlidir. Counter deyirəm. State'i dəyişən function təyin edirəm. Set counter deyirəm. State'in initial value'sunu verirəm. 1 deyirəm. Yes, bunu gəl bura 3 elə. Burada statik olaraq 3 başlayacaq. Yes. Tamam. Gəl burada bunu 7 elə. Statik olaraq 7-dən başlayacaq. Bildin? Birinci olaraq lap istəyirsən 0 yaz. Ay, yox, bu hook'un adıdır. Use deyil. Terrorist state yaza bildik. Çıxartsan elə bir hook yazarsan, hə. İndi yox. Tamam. Ondan sonra təyin edilən dəyişənin yazırıq, dəyişən funksiyasını yazırıq, dəyişirik, yazırıq, veririk, içinə atırıq. Ondan sonra oradan onu dəyişir. İndi counter üçün bura gəlir. Mən bu counteri istəsəm ki, bəs sıfırdan aşağı düşməsin. If şərt hara? Bura. Main'də. Harda? Burada. Niyə burada yazmalıyıq da? Saçlı da bilmirlər düzdürsə. Nə? Millət, harda artırırıq bunu? Burada. Prinsip harda yazmalıyıq? Burada. Gəlib deməliyəmmi ki, məndə əgər counter əgər məndə böyükdürsə, böyük bərabərdirsə, nəydən? Sıfırdan, böyükdürsə sıfırdan. Neynə? Belə deyərsən. Set counter. Tamam. Yadınızda. Başqa birisi. Belə deməmən sən ki. Yox, olmam. Bu heç. Bu şeydə işləyəcək, baxın. Bu sıfırdan böyük bərabər desəm, bax. -1-də işləyəcək. Amma bundan yuxarı qalxmayacaq.
Yəni səhv yerdir. Çünki bizə baxın 100, 2, 3, 4, 5. Şu, bura düşəndə artıq işləmir. Bu yadınızda köhnə problemdir. Basketdəki yadınızda, hə, hə. Bunu çünki bizə həm -1 gəlir, həm 1 gəlir. Aydın oldu. Ona görə bunu deməliyik ki, hə, elə deyə bilərik, bəli. Şərti deyin görüm, yadınıza qalıb. Gəlin iflə yazın, başınız qarışmasın. Deyin də. Neyniyərik? If. Belə bir şey deyərəm. Siz nə deyərəm? Tamam. Mənim müsbət hallarda həmişə counterim işləməlidir. Mənfi hallarda işləməməlidir və bilirsiz nə vaxt düşəndə, elə bil sıfıra düşəndə də, amma sıfıra düşəndə içinə müsbət gəlirsə işləməlidir, mənfi gəlirsə işləməməlidir. Tamam. Mən buna deyərəm ki, əgər x-ım -1 gəlirsə, tamam, -1 gəlirsə və eyni zamanda əgər x-dan counterdan, daha doğrusu mənə gələn counterdan biri çıxanda, tamam, bir çıxanda artıq sıfırdan böyük deyilsə, tamam, bunu işlətməməlisən. Digər hallarda işlətməlisən. Aydın oldu. Yəni ki, prinsipi bunun tam tərsini yazmalıyıq. 1 gəlirsə, görüm düz yazdım, bilmirəm ki. Yox, düz yazmamışam. 1 gəlirsə və hə da düz yazmışıq, düz yazmışıq. Amma buna nə ehtiyac var? Çünki bir saniyə -1 gəlsə işləməyəcək. Tamam. Başqa birisini, hal-hazırda işləmir. Çünki bu yox, biz səhv yazdık. Deməliyik ki, bax bizdə counter bizim sıfırdan düşməməlidir da. Hə də. Bu kiçik olan, böyük olanda artıq işləməməlidir. Böyük bərabərdir. Yox. Nə deyərəm? Yox, bunu bilirsiz niyə eləyirəm? Məsəl üçün məndə problem bilirsiz nədir? Hal-hazırda counter'ın böyük olmalıdır nəydən? Tamam. Bunun köhnə üsulundan yaza bilərik. Çox uzun dərəcədir prosta. Əgər -1 gəlirsə və eyni zamanda sıfıra düşməyibsə, elə yaz. Amma sən deyirəm ki, counter'ım əgər x-ım 1 gəlirsə, bu liboy vəziyyətdə işləməlidir. Tamam. X-ım 1 gəlirsə, əgər else if tamam. Əgər x-ım -1 gəlirsə və burada yoxlamalısan ki, counter'ım sıfırdan böyükdürsə, tamam. Belə desək, belə demək istəmirəm. Nə? Bu şəkildə düz işləyəcək. Yox, bu şəkildə düz işləyəcək. Bunu düz yazmış. Bu heç. Tamam. Onda bunu promoda yaza bilərik necə? Bunu silərəm buradan. Gəlirəm, yazaram. Bura. Prinsipi. Nədir o? Başqa birisini sevə bilməm. Nə deyir bu? React dərs 1 komponent. Nə komponent? Nə yazdık ki?
Yox işte, hardan sildim mən onu? Bunu bir dənəsini qoy. Nəyi silmişəm? Ha, bunu silmişəm. Ha, yes. Baxın. Hə, belə yaza bilərsiniz. Belə problem yox. Nə deyirəm? Bir olanda həmişə işləyəcək, bu məlumdur. Tamam. 1 gəlirsə və yaxud -1 gələndə sıfırdan böyükdürsə, counter'ımı azaltsın və ya artırsın. Bu ona təsir eləyir ki, əgər -1 gələndə sıfırdan kiçik olsa, artırmır və ya azaltmır. Tamam. Aydın oldu. Qəşəngdir. Qəşəng. -1 də eləyirik, +1 də eləyirik. Və bizdə rendering də gedir, mendering də gedir, hər şey də gedir. İndi sən. Əlhəmdülillah. Gəl sən belə bir mərdimazarlıq eləmək istəsən. Bizdə burada kartın içindən də mən counter dəyişmək istəyirəm. Bura bir dənə də button qoyuram. Bura bir dənə də button qoyuram. Və bunu da istəyirəm ki, sən də counter artır. Tamam. Belə eləmərəm də, bunu bir dənə. Bunu bir dənə. Bu niyə error verir? Bir dənə ana elementin arasına salmalıyıq bunları. Və bunu nə edərik? Silərik. Bunun adı nədir? Fragment. Mən deyirəm ki, bu buttonun da counteri artırmağını istəyirəm. Hə. Mən istəyirəm ki, bu buttona da basanda counterimi artırsın. Tamam. Necə? Bax, burada nə handle counter yoxdur, nə set counter yoxdur. Başa düşdünüz nə deyirəm? Problem buradadır. Necə eləyəm? Təzədən yazın funksiyanı. ISO nə ötürdük? Props ötürürdük. Props için biz bura nə ötürmüşük? Counteri. Yaxşı, bir dənə nə ötürə bilərik bura? Nə ilə dəyişirik counteri? Nə ilə dəyişirik? Set counterla. Counter budur. Bunu dəyişən nədir? Set counter. Mən bu lazımdır. Tamam. Nə lazımdır mən? Tamam. Mən bura gəlib deyərəm ki, bir dənə göndərəm bura. Set counter bərabər nə? Set counter. Tamam. Gəlib buradan deyərəm ki, 10 klik eləyəndə, birbaşa birinci buradan nəyi tutmalıyam? Nə gəlir mənə? Artıq birbaşa keyinə uyğun tuturam da, çünki neyinlə destrukturlaşdırıram. Düzdürmü? Məndə obyektin içində 2 dənə şey gəlir. Counter, set counter. Onları tuturam. Artıq bir dənə də ürək istəyirəm buradan baxaq görüm set counter nədir bizdə. Başqa birisini sevə bilməsən. Görürsünüz bunu? Yəni ki, funksiya gəlir. Yox, o funksiya deyil. Bu set counter'ın öz funksiyasıdır. Bu react'ındır. Tamam, bu react özü funksiya təyin edir. Sən onu dəyişmək üçün. Artıq bunu gəlib deyərsən ki, burada button'a 10 klik eləyəndə birbaşa set counter yazıram. Yoxsa nə qoyuram? Callback funksiyası qoymalıyam. Çünki set counter birbaşa burada işləməməlidir mötərizə ilə. Birinci işləməlidir 10 klikimiz, ondan sonra işləməlidir set counter'ımız. Ondan sonra sən tutaq ki, deyərsən ki, mən bunu basanda counteri +1 eləmək istəyirəm. Aydın oldu. Gəlib buna basarsan, buna bassın. Gördünüz? Tamam. Əgər istəyirsinizsə ki, sizin counter'ın sənin counter'ın istəyirsən ki, buradakı qayda qanuna uyğun işləsin, artıq set counter yox, nəyə yollayarsan buradan? Handle counter'ı. Müsbət 1, -1 qaydalarına da başa düşdünüz. Tamam. Nə? Hə, funksiyanı deyirsən, silsən işləyirmi? O çox sağ ol hocam. Bu funksiyanı sizə göndərir. Bu handle counter. Tamam.
Bunun içində prinsipi set counter işlədir, ona görə işləyir. Aydın oldu? Nə? Aha. Buradan indi handle counter ötürəndə, indi sən bir funksiya yazırsan, hansını ötürmək istəyirsən, tutaq ki, -1 ötürmək istəyirsən, ya müsbət 1 ötürmək. İkisini ötürmək istəyirsən, get 2 dənə button yaz, yəni onun içində. Aydın oldu? Mən sizə sadəcə göndərirəm ki, bu necə olur. Yenə buradan handle counter göndərmək istəsən, yenə eyni qaydada. Bura deyirsən handle counter, bura deyirsən handle counter. Bura gəlib deyirsən ki, cardın içində məndə artıq gəlir handle counter. Bura gəlib deyirsən ki, konsoloqa da handle counter. Burada gəlib deyirsən ki, handle counter, amma içindən artıq counter +1 yox. Göndərirəm nə? Sadəcə 1 və yaxud -1. Niyə? O buradan gedir bunun içinə. O buradan gəlir, bunu yoxlayır. O da buradan gəlir, set counter işlədir. Tamam, aydın oldu. Və yenə məndə bu artır. Və buradan da artıq, məsəl üçün, -1 versək, -1 versək və hətta o birisi funksiyama nəzərən işləyir. Mənim burada başa salmaq istədiyim şey odur ki, siz içəridə bir function işlədirsinizsə və o function gəlirsə sizə, bilirsiniz necə, həm oradakı funksiyaya aiddirsə, həm içəridəki komponentə aiddirsə, onu həmişə yazmalısınız harda? Ana komponentdə. Aydın oldu? Ana komponentdə yazmalısınız. Və gələn dəfə bu iminli, bu məsələnin üstündə də, məsəl üçün, bizdə şey olacaq. Tutaq ki, header-da, məsəl üçün, main yazırsınız. Tutaq ki, burada app var. Bizdə, məsəl üçün, header-da olmalıdır bir dənə sidebar. Belə ki, tamam. O sidebara da main-dən basanda dəyişməlidir. Aydın oldu. Bildiniz necə? Baxın. Burada, bax, burada bir dənə, ya da və yaxud pop-up. Ürəyiniz nə istəyir? Baxın. Burada bir dənə tutaq ki, deyirəm. Header var. Tamam. Bunun içində də bir dənə nə var? Balaca. Nə var? Sidebar. Sidebar. Tamam. Görsən, rahat ol. Tamam. Bunun içində sidebar var. Mən istəyirəm ki, Qeys, bura. Mən istəyirəm ki, buradan main-də bir dənə button var. Tamam. Qırmızı bir dənə button var məndə burada. Tamam. Qırmızı bir dənə. Buttondur da indi. Hə, bəli. Qırmızı bir dənə button var burada. Mən buna basanda sidebardakı header açılsın. Mən harda təyin eləməliyəm state-imi? Mən bir dənə state olmalı deyilmi məndə? O nə olmalıdır? O bir dəfə true olmalıdır, bir dəfə false olmalıdır ki, sidebar açılsın, bağlansın. Harda təyin eləməliyəm? Main. Millət, baxın, ikisinin də siz burada bir şey dəyişmək istəyəndə, kartda bir şey dəyişmək istəyəndə, baxdınız bunun ana komponentinə. İndi siz istəyirsinizsə ki, Discord-da girəsiniz, yox. Siz istəyirsinizsə ki, burada bu ikisinə də basanda dəyişsin nəsə, onun harasına baxmalısınız. Onların ana komponentinə ortaq. Nə? Nədir bu? Yes. App.jsx. Tamam. Burada artıq bir state təyin eləyəndə sən, onu neyniyəsən artıq? O burada state təyin eləyəndə onu ötürürsən həm buradan bura, həm də ötürürsən həm onu buradan bura. Tamam, aydın oldu. Sən state'i də ötürürsən, set state'i də ötürürsən. State'i də ötürürsən, set state'i də ötürürsən. Artıq nə olur? Buradan set state'i dəyişəndə buradakı state dəyişir, ötürülür. Bura, tamam, aydın oldu. Buradan da hər hansısa bir x-a baxsanda, bağlananda yenə state false olur. Gəlir, ana komponentdən ötürülür bura. Aydın oldu. Yəni ki, bizdə iki komponentə də təsir eləyən bir state'im varsa, onu ana komponentdə yazmalıyam ki, onun hər ikisinə də ötürə bilsin.
etsin. Aydın oldu bu qaydayla. State'lərim bu qədər, renderim bu qədər, videomum bu qədər, propsum bu qədər. Hər hansısa bir sualınız. Millət, asan dərs deyil ha. Bu React-ın köküdür birbaşa. Aydın oldu. Bankroftda 100 istifadə edirdik də. Ha. İndi burada da propos çəkməsi hər halda başqa şey istifadə edir. Yox. Yenə, bax, millət, bura baxın. Otur. Otur. Bax. Deməli, bax dediyimiz şeyi çox balaca gedək eləyək, tutaq ki. Burada bir dənə nə var məndə? Sidebar. Yox. Yazmayacağam. Onsa siz yazasınız. Mən sizə tas verəcəm bunu. Gözlə, sidebar var. Bu sidebarın açılıb bağlanması üçün buna bir true false lazımdır da. Siz gəlib burada deyəsiniz ki, nə bilim, style'ı bərabərdir. Style'da bir sizdən yazasınız. Style bərabərdir. Bunun içindən qoyasınız. Əgər mənim, tutaq ki, mənim gələn statusum true'dursa, nə olsun? Blok olsun, nə bilim, deyilsə falan olsun. Bilirsiniz bunu. Aydın oldu, burasına girmirəm. Və yaxud bunu Tailwind'in içində də eləyə bilərsiniz ki, class name, əgər məndə Tailwind'in içində eləyəsinizsə, bunu alırsınız backtick'in içinə, bura bir dənə, bundan qoyursunuz. Bura gəlib yazırsınız ki, tutaq ki, burada blok zad var da. Səhv yazdım ki mən. Bax, tutaq ki, burada flex zad var da, nə bilim, bıcı zad. Bax, bura bir dənə düz yazmışam. Bura bir dənə şeydən qoyursunuz. Backticklərinizi qoyursunuz. Tamam. Bunun da içinə gəlirsiniz bir dənə mötərizə. Nə? Düzdür. Mən də elə yazmışdım da. Mötərizən də backtickin içində aslında. Demərdim azarı verirsən. Yox. İkisi də backtick deyil. Nə yazmışam ora? Bunu alırıq. Aləm vurdum bir-birinə. Bunu şeyin içində yazmaq üçün. Bunu alırıq backtickin içinə. Tutaq ki, flex yazırsan. Bura bir dənə də şey təyin edirsən ki, əgər məndə status true'dursa, olsun nə? Flex deyilsə, olsun nə? Gedim. Ayso. Bu şəkildə. Status deyə bir şey yox deyə məndən üstünü xətt deyir. Aydın oldu. Tailwind'də də bu şəkildə yazasınız. Bir dənə sonra mötərizə təyin eləməlisiniz. Tamam. Backtick təyin eləməlisiniz bunun içinə. Ondan sonra da yazmalısınız bu şəkildə. İçəridə də bir dənə artıq JavaScript yazmaq istəyirsinizsə dollar mötərizəsindən. Çünki artıq backtickin içində yazırıq. Aydın oldu. Və s. və bu problem burada deyil. İndi mən tutaq ki, burada sidebarımı dəyişəcəm. Hardan dəyişəcəm? Main'in içindən. Main'in içində də burada bir dənə button var. Buradan dəyiş sidebar. Erməni blok cümləsi. Tamam. Sidebar dəyiş. Yaxşı. İndi mənim main'in içindən dəyişdiyim sidebar harda olacaq? Header'ın içində. Header'ın içinə gəlib yazacağam ki, nə? Sidebar. Tamam. Bu olacaq bunun içində. Düzdürmü? Tamam. Baxın, burada sidebar var. Mən bunu dəyişməliyəm buradan. Dəyiş sidebar. Gördünüz? İndi UI-ya fikir vermirik. Buradan main'in içindən dəyişmək üçün bu sidebarı, header'ın içindəki sidebarla main'in ortaq komponenti haradır? App. Yəni app'in içində artıq məndə header da var. Header'ın içində sidebar var, düzdürmü? Bir də main də var, düzdürmü? Hə. Artıq burada siz təyin eləsəz ki, const məndə sidebar, tutaq ki, sidebar, set sidebar, handle sidebar, ürəyiniz nə istəsə. Və yaxud site status, tutaq ki, site status, set site status. Tamam, belə bir mənalar. Ona desəz ki, nə? Use state, içinə initial value olaraq false. Aydın oldu. Artıq sən buradan bunu header'a da ötürə bilirsənmi ki, bərabər nə? Tamam, burada ötürə bilirsənmi main'ə də? Aydın oldu. Dəyişmək üçün setini də ötürə bilirsənmi? Tamam.
Və header'ın içindən bunu ötürdün, tutaq ki. Tamam. Header'ın içindən gəldin, bunu tutmalısan birinci. Ondan sonra nəyin için ötürməlisən bunu buradan? Hələ sidebarında bunun içindədir axı. Tutdunuz məsələni. Buradan da gəlib deyirsən ki, site status yenə bərabərdir nəyə? Buradan gələnə, tamam. Bunu yenə ötürdüm bunun içinə. Sidebarın içindən gəldin, tutdun, ötürdün nəyin içinə? Bana. Və bunu da gəldin, verdin artıq buradan bura. Aydındır. Props ötürmə məntiqimi öyrənmək üçün mən sizi bir əziyyətlərə salacağım. Tutulaq ki. Aydın oldu. Və sən artıq buradan konsolluğa deyək ki, sidebarımdakı site status. Başqa birisini... Nə? Nəyə vermişəm? Nəyə yaddan çıxartmışam? Con. Gözləyib indi dedim. Hə. Bax, nə? Sidebarın içindəki JSX-in içində göstərir false. Düzdürmü? Düzdürmü? İndi bunun da məsəl üçün maindən dəyişməli deyirikmi? Nəyini yollamalıyam? Yollamalıyam mı set site statusu? Gəlib maindən o dəyərini göndərmişəm, şeyi yollamamışam. Ano. Site statusunu özünü yollamışam, setini yollamamışam. Bunu yollamışam. Dəyəri. Lap indirib bunu yollamayaq. Biri site statusunun dəyəridir, biri onu dəyişəndir. Tamam. Gəldim bunun mainin içinə ötürdüm. Dedin ki, buradan dəyişəcək site statusu. Tutaq ki, bura bir dənə on click qoyuram. Buradan qəbul elədim bunu. Mainlə. Nə? Set site status. Amma set site status. Gəlib buradan deyirəm ki, on clickim. Məndə bir dənə callback-dən sonra olacaq nə? Set site status. Məsəl üçün, bura deməlisiniz ki, hər dəfə statusun tərsi. Düzdürmü? Lap demirəm. İndi deyirəm ki, olacaq mənim true. Tamam. İndi bunu buradan basanda, baxın, azda false-dur, set sidebarda. Bunu buradan basanda nə oldu? Hardan oldu? Baxın, bu mainin içindən true. Getdi app'in içinə. Burada site statusu dəyişdi. O site statusu getdi oradan header'ın içinə. Tamam. Oradan header'ın içindən götürüldü, getdi sidebarın içinə. O sidebarın içindən konsolluğa çıxdı. Bildiniz? Və səndə, nə bilim, inləri işləmirəm, ehtiyac qalmadı və komponentlərin arasında avtomatik olaraq hal-hazırda value'ları ötürə bilirsən. Tamam. İndi bunun üzərinə də sizə tapşırıq verəcəm.